Salam uşaqlar. Bu dəfə 2 dənə isbat məsələsi həll edəcəyik. Deməli, bir üçbucaq verib. Üçbucağın tərəfləri A-dır, B-dir və C-dir. C tərəfinə bir dənə hündürlük və bir dənə median çəkilib və bunlara əsasən isbat etməliyik ki, A kvadrat çıxılsın B kvadrat bərabərdir 2cx. Və bir dənə də kiçik bir qeyd, A-nı B-dən böyük götürməliyik. Yəni şərtdə A-nın B-dən böyük olduğu verilir və bunu isbat etməyimiz tələb olunur. İndi şəklə diqqətlə baxaq. Demək, əgər bu xətt mediandırsa, o zaman şəklin bu hissəsinin uzunluğu C bölü 2 olmalıdır. Digər hissənin uzunluğu da C bölünsün 2 olmalıdır. İndi buradakı bax bu düzbucaqlı üçbucağa baxaq. Bu düzbucaqlı üçbucaqda h-ın kvadratı bu tərəf nə olacaq? C bölü 2 topla x olacaq. Yəni bax buranın uzunluğu və bu katetin uzunluğu C bölü 2 topla x olmalıdır. Demək, Pifaqor teoreminə əsasən h-ın kvadratı üstə gəlinsin. C bölü 2 topla x-in kvadratı nəyə bərabər olmalıdır? A-nın kvadratına. İndi keçək o birisi düzbucaqlı üçbucağa, yəni hansı? Bu. Bu düzbucaqlı üçbucağa baxaq. İndi bu düzbucaqlı üçbucaqda da bura C bölü 2-dirsə, bax bu ümumi C bölü 2-dirsə, yəni buradan bura qədər C bölü 2-dirsə, o zaman buranın da uzunluğu C bölü 2 çıxılsın x olmalıdır. Yeni Pifaqor teoreminə görə h kvadratı topla C bölü 2 çıxılsın x-in kvadratı bərabər olmalıdır B kvadratına. Sonra isə bu bərabərlikləri alt-alta çıx. Alt-alta çıxsaq h-lar islah olacaq. Bir şeyin kvadratı çıx, başqa bir şeyin kvadratına müxtəsər vurma üstünlüyü ilə eləsək, olacaq C bölü 2 toplansın x. Bir dəfə çıxılsın C bölü 2 çıxılsın x. İşarə dəyişir, toplansın x. Bir dəfə də toplansın. Yəni C bölünsün 2 toplansın x. Toplansın C bölü 2 çıxılsın x olacaq. Və A kvadrat çıxılsın B kvadrat. Birinci mötərizəyə baxsaq, birinci mötərizədə C bölü 2-lər islah olur, qalır 2x vurulsun. İkinci mötərizəyə baxsaq, ikinci mötərizədə x-lər islah olur, qalır 2 dənə C bölü 2. 2 dənə C bölü 2 də aydın məsələdir ki, C deməkdir. A kvadrat çıxılsın B kvadrat və bunu da toparlasaq, nə almış oluruq? A kvadrat toplansın B kvadrat, yox, A kvadrat çıxılsın B kvadrat bərabər olur 2xc ya da 2cx şərtdə verildiyi kimi. Bu qədər. Bu məsələdə isbat olunmuş oldu. Keçək digər məsələyə. Növbəti məsələdə deməli üçbucağın xarici bucağının tən böləni çəkilib və bizdə deyir ki, A bölünsün C plus D bərabərdir B bölünsün D nisbətini isbat eləyin. Yəni ki, A bölünsün C plus D, yəni bu böl bu bərabərdir bu bölünsün bu. İndi xarici bucağın, yəni bu bucağın tən böləninin, yəni bunun ayırdığı bucaqlara alfa və alfa desəm, bu təpədən bir dənə alfa bucağı yaradacaq şəkildə bir xətt keçirsəm, yəni bax bu şəkildə bir xətt aparsam və bu xətti elə aparıram ki, burada da bir alfa bucağı əmələ gəlsin. O zaman nə baş vermiş olur? Bu alfa bucağı ilə bu alfa bucağı bərabərdir. Yəni burada bir çarpazlıq əmələ gəlir və çarpaz bucaqlardan da bu xəttlə bu xətt bir-birinə paralel olmuş olur. Bu ilk. Bunu yaddan çıxartmayaq. Bax bu gedən xəttlə, yəni bu qırıq-qırıq xəttlə bu xətt paraleldir. İkincisi, bu alfa ilə də alfa bir-birinə bərabər olduğu üçün bu qırıq-qırıq xətt də B olmuş olacaq. Sonra isə keçəcək üçbucaqların oxşarlığına. Buradakı bu alfanı silirəm ki, çaşdırıcı olmasın. Keçək üçbucaqların oxşarlığına. Necə bir oxşarlıq? Bax bu üçbucaqla belə rənglə bax bu üçbucaq ilə bu üçbucağın oxşarlığından istifadə edəcəyik. Amma təzədən deyirəm, bax bu üçbucaq ilə bax bu üçbucaq ilə bu üçbucağın oxşarlığından istifadə edib bu üçbucağın. Niyə? Çünki bu tərəf bu tərəfə paraleldir axı. O zaman içəridə oxşar üçbucaqlar əmələ gəlir. Oxşar üçbucaqların qaydasına əsasən isə bu D bölünsün bu, yəni C plus D, yəni D bölünsün C plus D bərabər olmalıdır B bölünsün A-ya. B bölünsün A-ya.
Və buradan da əslində məsələ isbat olunmuş olur, amma şərtdə verilən qaydaya gətirsək, yəni məsələn şərtdə A bölünsün C plus D deyirdi. Onda biz tənasübün xassəsindən bilirik ki, məsəl üçün bunu buna, bunu da buna bölə bilərik və yaxud bu şəkildə bunu buna, bunu da buna bölə bilərik. Törəmə tənasüblərdən istifadə edə bilərik. Sadəcə çarpaz şəkildə bir-birinə bölə bilmərik bunları. Şərtdəki məsələdə uyğun olsun deyə belə bir şey eləyə bilərik. A bölünsün bu, yəni A bölünsün C plus D bərabərdir. D də bölünsün, B də bölünsün D. B də bölünsün D. Vəssalam. Və məsələ bu şəkildə isbat olunmuş olur. Bununla da iki maraqlı məsələyə baxmış olduq. Növbəti videoda da bucaq məsələlərinə aid bir neçə suala baxacağıq və ondan sonra isbat videolarına bir müddətlik fasilə verəcəm. Və bundan ardı gələrmi? Gələcək. Daha maraqlı isbat sualları tapdıqca isbat videolarını da ardını çəkməyə çalışacağam. Ümid edirəm ki, bu 40 dənə video bu ilki imtahan verən uşaqlar, bu ilki ikinci şans imtahanı verəcək uşaqlara ya da gələn il imtahan verəcək uşaqlara faydalı olmuş olar. Ümid edirəm ki, faydalı olmuş olar. Sağ olun, izləmədə qalın.